Studiyamızın qonağı Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiarı ilə bu mövzuda müzakirə aparacaq. Xoş gəlmisiniz Emin müəllim studiyamıza. Elə süjeti də izlədik. Son günlər ət kəsiminə qoyulan məhdudiyyətlər bazarda aydın şəkildə hiss olunur. Sizcə bu qərar davamlı şəkildə olmalı idimi, mərhələli keçid olmalı idimi, yoxsa bu zəruri idi? Məsələ ilə əlaqəli bilirsiniz, hazırda bazarda və ümumiyyətlə Azərbaycanda ciddi müzakirələr var. Heyvanların xəstəliyi ilə, bu dabaq xəstəliyi ilə əlaqəli gəlinən nöqtə elədir ki, bu artıq qaçılmaz bir variant idi. Təbii ki, çox əhəmiyyətli olardı ki, bundan öncə önləyici tədbirlər yetərincə olsun ki, bu nöqtəyə gəlməyə. Hal-hazırda dünənləri akta nümayəndəsində qeyd etdiyi kimi artıq 28 bazar, heyvan bazarı bağlanıb. Bu Azərbaycanda demək olar ki, iri buynuzlu heyvanın təchizat sisteminin qismən iflic olmasına gətirir və kəsimxanalar, eyni zamanda ictimai yaşayış obyektləri ət təchizatında ciddi problemlər yaşayırlar. Bunun nə qədər müddətə davam edəcəyi haqqında çox aydın bir məlumatımız yoxdur, lakin bunun icra olunmasının əhəmiyyəti ondan ibarətdir ki, heyvanların bu bazarlara gətirilməsini məhdudlaşdırmaq, ondan sonra o bazarları yetərincə dezinfeksiya edib təmizləmək və onların daha güvənli bir hala gəlməsini təmin etdikdən sonra heyvanların artıq satışını təkrar bərpa etmək. Lakin bu proses nə zaman baş verəcək, yekunlaşacaq və bu arada da zaman məsafəsində qiymətlər nə qədər dəyişəcək bazarda tələb və təklif məsələsinə görə bunlar hələ də böyük sual işarəsi olaraq açıq qalır. Yəni, əslində etmək, bütün bunları siz sadaladıqlarınızı etmək elə də böyük problem deyil, yəni çətin bir məsələ deyil. Ancaq yenə də gözləmək qalır bizə. Ailələrin süfrəsində bu ət məsələsi bir qədər kənarlaşdıqdan sonra daha çox insanlarımız balığa müraciət edirlər. Siz necə düşünürsünüz? Balıqla da bağlı müəyyən qənaət olmayan bir var idi. Balığın çatışmazlığı var idi Azərbaycanda. Yəni, indiki fonda, indiki hadisələr fonda balıq bazarı bu ət əvəz eləyə bilərmi? Yəni, çatışmazlıq baxımından soruşuram. Ümumiyyətlə, Azərbaycan balıq yetişdirilməsi üçün çox münbitdir. Yəni, bizim dənizimiz var, çaylarımız var, vətəgələr var, yəni belə deyək, fermə təsərrüfatları var, lakin onların da fəaliyyətlərində qarşılaşdığı çətinliklər var. Qarşılaşdığı çətinliklər olduğuna görə bu sahə çox inkişaf eləyə bilmir. Mən bilirəm ki, balıqçılar assosiasiyasında bununla əlaqəli dəfələrlə qeyd ediblər, onların yaşadığı çox ciddi problemlər var. Təbii ki, balıq hal-hazırda ölkəmizdə var, vətəndaşlar istifadə eləyə bilərlər, yəni elə ətdən də istifadə eləyə bilərlər. Lakin düşünürəm ki, ümumiyyətlə diversifikasiya olması çox əhəmiyyətlidir bizim istifadə edəcəyimiz məhsullarda. Yəni, toyuqçuluq sahəsinin, quşçuluq sahəsinin genişləndirilməsi, balıqçılıq sahəsinin genişləndirilməsi, kiçik və iri buynuzlu malqaranın artırılması. Bunlar Azərbaycanın qida təhlükəsizliyinə, qida təchizatı baxımından təhlükəsizliyi üçün çox əhəmiyyətlidir və bizim başqa ölkələrdən asılılığımızı azaldar. Bunlar təbii ki, ölkənin kənd təsərrüfatı sahəsində olan strategiyasına bağlıdır, strategiya nə qədər müfəssəldir, bunun icrası nə qədərdir və fermerlərin burada rolu necədir, onların qarşılaşdığı çətinliklər. Bilirsiniz, ölkəmizdə sahibkarların bəzilərinin o qarşılaşdığı çətinliklərdən biri yemdir. Yəni, yem bunun üçün də əkin sahələrdir, əkin üçün də suvarma sahələri. Bunlar hamısı bir-birinə bağlı olduğuna görə düşünürəm ki, hal-hazırda belə deyək, hal-hazırda mövcud bazarda hər bir vətəndaşın ət ala biləcəyi qədər yetərincə ət var. Balıq da olsun, həmçinin. Lakin ümumiyyətlə bunun bolluq olması və bunun çox əlçatan olması hər yerdə və daha ucuz qiymətə olması üzərində düşünürəm ki, geniş miqyasda çalışılması lazımdır. Necə düşünürsünüz, bu məhdudiyyətlər, bu ərzaq sənayesi, xüsusilə də bu restoranlarda, nə bilim, qida istehsalçıları üçün hansı riskləri yaradacaq? Yaratdığı ən böyük risk hal-hazırda sahibkarlar üçündür, xüsusən də ictimai yaşayış obyektləri üçün. Məsəl üçün, heç belə deyək, şübhə etməyin ki, 10 manada kebab aldığınız bir restoranda uzun müddət davam eləyərsə, bunun qiyməti 13, 14, 15 manata qədər arta bilər. Çünki sahibkar öz marjasını saxlayır təbii ki, amma üzərinə gələn xərclər artdığına görə
o məcburdur ki, bu xərci bir şəkildə satdığı məhsulda bəli qarşılasın. Lakin ciddi ümid edirik ki, bu bazarların bağlama prosesi çox uzun sürməz və aktiv şəkildə oradakı dezinfeksiya işləri, təmizlik işləri icra olunar və ocaqlar da bildiyim qədərilə qismən müəyyən edilibdir. Dabaq xəstəliyinin daha çox olduğu bölgələr, orada da karantin bölgəsinə alınaraq düşünürəm ki, dövlətin aidiyyatı qurumları bunu daha aktiv şəkildə icra edirlər hal-hazırda və qısa zamanda bu aradan qalxar. Elə onu soruşmaq istəyirdim. Yəni vətəndaşlara bu cibinə zərər verməməsi üçün, balansı qorumaq üçün siz dediyiniz o qaydalardan biridir, yoxsa başqa bir təklifiniz də var? Yəni bu balansı qorumaq üçün də, yəni mən bugün dabaq xəstəliyinə görə, yəni vətəndaş siz dediyiniz kimi ətin kiloqramını maksimum 18-17 manata alır indi. Bəli. Yəni bunu balanslaşdırmaq üçün hansısa bir rıçaqlar ola bilərmi? Belə deyək də, buna bir neçə prizmadan baxa bilərik. Hal-hazır ki, de facto olaraq baxmağımız budur ki, belə bir başımıza hadisə gəlib. Bu hadisənin yaxşı ki, belə deyək, nəticəsi xərclə həll olur. Yəni burada ölüm itimi olacaq, ciddi bir, belə deyək, insan sağlığı üçün çox ciddi risklər olmadığına görə bazarda biraz qiymət artışı ola bilər, biraz qıtlıq ola bilər. Amma düşünürəm ki, dövlət qurumları əllərindən gələni eləyirlər ki, qısa müddətdə bunu həll eləsinlər. Ümumiyyətlə, necə düşünürsünüz? Yerli məhsullara cəmiyyət arasında inam varmı? Azərbaycanda istehsal olunan məhsulların deyərəm ki, böyük əksəriyyəti artıq istehsal olunmuş məhsulların çox yüksək keyfiyyətdə istehsal olunur. Bunun səbəbi xarici protokollar, bundan başqa avadanlıqlar, yüksək keyfiyyətdə istehsal olunan Avropa, Amerika istehsal olunan avadanlıqlardan istifadə olunur. Bəlli standartları təqib edirlər və Azərbaycan qida haqqında qanunun da müfəssəl hazırlandığına görə deyə bilərik ki, əgər sahibkarlar istehsal elədiyi qida məhsullarını uyğun qaydalara görə istehsal eləsələr, Azərbaycanda istehsal olunan məhsullar yetərincə etibarlıdır. Ümumən, biz bildiyimiz qədərindən siz daha çox ölkələri gəzmişsiniz, səyyahsınız. Necə düşünürsünüz bu başqa ölkələrin qida vərdişləri ilə bizim ölkəni müqayisə eləyəndə? Yəni, daha sağlam qidaya üstünlük vermək üçün nə etmək lazımdır? Ümumiyyətlə, belə tarixçəmizə baxsaq, biz türk olduğumuz üçün türk xalqlar daha çox ət-süd məhsulları, yəni köçəri tayfalar olduğumuza görə ət-süd məhsulları istifadə edirik və bizim ət-süd məhsulların istifadəsində də kökündə, belə deyək, təhlükəsiz qida yemək vərdişimiz yoxdur. Məsəl üçün, düz qeyd etdiniz, məsəl üçün səfərdə olduğum ölkələrdə, bir 90-a yaxın ölkədə səfərdə olmuşam. Məsəl üçün, bushmeat deyirlər, yəni kol ətləri. Kolda yaşayan heyvanların ətlərini yemək adətləri var. Məsəl üçün, timsahın ətini yemək, səhradakı varan və digər heyvanların, meymunun ətini yemək adətləri var ki, bizim mədəniyyətimizdə bunlar olmadığına görə biz daha təmiz, daha sağlam olan qidalarla qidalandığımız üçün düşünürəm ki, biz artıq o məsələlərdə bir çox ölkəyə görə daha irəlidəyik. Rasionumuzda düşünürəm ki, bu həkimlərin, dietoloqların bu sahədə daha yaxşı məsləhətləri olar. Ümumiyyətlə, rasionumuzu bir qida üzərinə deyil, fərqli qidalar üzərinə etsək, yəqin ki, mineral, vitamin, protein, bütün ehtiyaclarımızı qarşılamış olaraq. Mən bir halda soruşum, bu ət bahalaşması, daha doğrusu defisitinin yaranması insanları bir qədər başqa bir məhsullara, alternativlərə, nəm yumurta, qırmızı lobya kimi məhsullara yönlənməsinə, ucuz məhsullara yönlənməsinə gətirib çıxarır. Ucuz məhsulla keyfiyyətli məhsul arasında seçim sizcə cəmiyyət arasında hansı tərəfdə üstünlük verilməsi deməkdir? Yəni, hansını meyl etmək lazımdır? Ümumiyyətlə, qidaların, belə deyək, hər ucuz məhsul keyfiyyətsiz məhsul anlamına gəlmir. Məsəl üçün, biz ətlə lobyanı qarşılaşdırsaq, lobya təbii ki, 1 kiloqramı ətə görə çox ucuz olduğuna görə biz onu ucuz məhsul, illah da keyfiyyətsiz məhsul anlamına gəlmir. Düşünürəm ki, hətta ət istehlakımızı azaltmaq üçün bizim rasionumuzda daha çox paxlalı bitkilərin olması, yaşıllıqların olması, yəni kifayət qədər ətə əvəz eləyə bilər və bir də bilirsiniz, bizim çox zəngin mətbəximiz var. Hətta regionların çox zəngin mətbəxləri var. Düşünürəm ki, burada da bir imkan yaranır ki, digər mətbəxləri də müəyyən eləyib regionlarımızın alternativ, belə deyək. Bizdə alternativlər çoxdur. Bəli, bizim alternativlərimiz çoxdur, belə deyə bilərik. Çox sağ olun. Çox sağ olun, Emin müəllim.